Salam dostlar, mən Sabirli Bəxtiyar. Bugün bəlkə də deyərdim çox adamın marağında olan bir telefon olan Mi 11 Ultra'nın, yəni bu canavarın bugün PUBG Mobile videosu çəkiləcək. Xiaomi 14 ilə qarşılaşdırma videosu da var. Olacaq daha doğrusu. Əgər bacara bilərsəm olacaq. Telefona yaxından baxaq. Yəni buna əziyyət çəkməyə dəyər bir telefondur. Həqiqətən çox çətinliklərlə tapmışam. Əldə etmişəm. Harman karton. Gördüyünüz kimi bir vaxtların amiral gəmisi 2000-dən yuxarı qiyməti olan telefon. Cam gibi dedikləri kimi. Telefonumuzun 12 GB RAM-ı var. 256 GB yaddaşı var. RAM-ımız LPDDR4X RAM-lardır. Yəni 2020-ci ildə 4X çox super bir RAM idi. UFS oxuyucusu da 3.1-dir. USB girişi də 2.0-dır. Yəni o pis olub, çünki niyə? Bununla eyni vaxtda istehsal olunan OnePlus telefonlarında belə USB 3.1 standartı, Samsunglarda USB 3.1 standartı olduğu halda bunda USB 2.0'ın olmağı heç də yaxşı olmuyor Ultra üçün, amma qalan hər şeyində demək olar ki, digər telefonlardan çox üstün bir telefondur. Hətta bunun ultra geniş açılı kamerasına baxın. Belə bir göz var orada, çox böyükdür. Yəni kameranın özünüz görürsünüz çərçivəsini. Bu Argeo ana kamerası 50 megapiksel, 48 və 48 olmaqla 3 dənə kamerası var. 120x də buradadır, göründüyü kimi. Dövrünün 120x'idir. Bugünkü günün 120x'i deyil yəni. Telefonumuzun üzərində Snapdragon 888 var. İsinən prosesor, amma nəsə bir fərq var. Niyə? Mənim bundan əvvəlki telefonum, bundan əvvəlki yox, Xiaomi 14-dən əvvəlki telefonum Mi 11 idi, yəni eyni prosesor idilər. Həmin telefonun isinmə problemi çox dəhşət dərəcədə idi, amma bunda isə isinmə problemi demək olar ki, yoxdur. Yəni məhdəl qaldığım bir şeydir ki, eyni firma, eyni kasa, belə deyək, eyni karkas, eyni çərçivənin içində eyni prosesor, hətta onun pili bundan balaca idi. O 4600 mAh idi, bu 5000 mAh-dir. Yəni bu daha, necə deyirlər, sıx telefon olduğu halda bu ondan daha az isinir. Qalınlığında bu ondan qalındır. O 8.4 mm idi, bu 8.8 mm-dir. Telefonumuzun ekranı 6.81 inçdir. Yəni ilk 6.81-i Xiaomi bu telefonlarda çıxartmışdı. 120 Hz dəstəkləyir. Deməli, burada göstərək. Telefonumuz haqqında bölməsinə daxil olduqda göründüyü kimi üzərində HyperOS-un 2.06-sı var. Android 14 son güncəlləməsini alıb və bu telefon Çin versiyası olmağına baxmayaraq buna qlobal bootloader kilidi bağlanmış HyperOS yazılmışdır. Telefonumuzun üzərindəki Geekbench-dən rəqəmimizi göstərmək istəyirəm sizə. Bu rəqəm HyperOS 2.0.6-ya keçdikdən sonra idi. Amma bu telefon MIUI 14-də olanda, məndə yəni MIUI 14-də idi. MIUI 14-də olduqda isə bu telefonun rəqəmi 1140, 3216 idi. HyperOS-a keçəndən sonra belə oldu. Dəyişiklik belə oldu. Sonra telefonumuzda Antutunuz var. Antutun rəqəmini də sizə göstərəcəm. Gördüyünüz kimi belədir. Burada açdıqda sizə temperaturu da göstərirəm. 11 dərəcə isinmə baş verib 28-dən 39-a. Yəni bu havanın sərin vaxtında deməyəcəm, ev şəraitində idi. İçəridə otaq temperaturu normaldır. Yəni 28 dərəcə, hətta normaldan biraz yuxarı sayılır bu. 8% enerji itkisi olub. Üstündə 5000 mAh bateriyası var. Həmin dövr üçün, yəni çıxdığı ilə görə hal-hazırda da Radnoy bateriyası üstündə heç nə dəyişilməyib. Ona görə belə yenə də yaxşı işləyir. Ekranımızda bir dənə xəsarətimiz var. Burada bir yüngül çatı var. Geri qalan heç nəyində problem yoxdur. Telefonumuz çox axıcı işləyir. İlk açılışda onsuz da çoxunda verəncə problemlər olur. Telefonumuz çox axıcı işləyir. Problem yoxdur. Kameraları haqqında da indi danışacağım ayrı bir video. Əgər hazırlaya bilərəmsə, onu da göstərəcəm sizə. Deməli,
İlk başda başlayırıq təbii ki PUBG videomuza. Burada timeri qurum. PUBG-nin nə qədər müddətdə açıldığına baxaq. Stereo hoparlördür, Harman Kardondur. Hətta deyərdim ki, Xiaomi 14-dən daha yaxşı səs keyfiyyəti var. Açıldıqda dayandıracağım. Dövrü üçün heç də pis nəticə deyil. 30-31 saniyə belə. Dövrü üçün heç də pis nəticə deyil. Ki bu telefon demək olar ki xəritəni tamam olaraq yükləyibdir. Yəni xəritəlik bir şey qalmayıb. Hal-hazırda 25.55 GB üstündə xəritədən toplanmış məlumatları var. Səsimiz göstəreyim. Buradan bir dəqiqə telefon ekranı bağlandı. Buradan bu əslində yəni buradan çıxmır səs. Səs buradan çıxır. Bu hissədən çıxır. Sadəcə gücləndirməsi buradandır. Hava yekləsi ən güclü səsini isə bu hissədən verir. Harman Kardon əslində buradadır. Buradakı Harman Kardona çox da bənzəmir. Hə, telefonumuzun pili 94. Temperaturunu ölçək. 33.7, 34.4, 34.6. Ekranda görünür yəqin ki. Arxadan da bir dənə ölçək. Ən isti yeri burada. 34.6 gördüm mən bayaq burada. Hə, belə. Mod oynamayacağım. Modsuz oynayacağım. Çünki istəyirəm oyun çox geçsin. Dörtlüdür. Təkili olsun. Otomatik eşləşmədə yox. Başladıq. %94% pilimiz var. Təxminən yarım saat oyun oynayacağıq. Bir dənə səsi azaldım mən. Oyun qrafiklərini oyun başlamamış göstərəcəm sizə. Vaxtı qurmamışam. Vaxtı da quraq. Qrafikləri. Super akıcı niyə beta yazır onu bilmirəm. Aşırı pinusdur. Akıcıda aşırı pinusdur. Dengeli-də aşırı, yəni 60 FPS. HD-də 60 FPS. HDR-da 60 FPS. Ultra HDR-a artıq lobby'də girməlidir. O qaldı. Belə. İşığımızı da artıraq. Ərazimizi seçək. Hər zamanki kimi Pochinki. Telefon niyə fokusda problem yaşayır? Mən biraz yaxınlaşdırma yeniyim ekrana. Hə, mənim üzümü görür deyəsən orada. Heç bir donması yoxdur həqiqətən. Bunu mən bura qoyum. Bu gözdən qaçmasın. Arada bir dəqiqəyə baxmaq lazımdır. Bunu yenə bir yerə yerləşdirməliyəm ki mən. Mən bu barmaqdan istifadə edirəm də. Biraz bunu aralayayım. Buradan məsafəni uzaqlaşdırım. Hə, belə. Burada isinmə var. Yəni Mi 11 Ultra'da olmaz. Mi 11'də olan qədər olmasa da isinmə var yəni. Əsas mənə donma məsələsi maraqlıdır. Çünki uzun illərdir çıxmış telefon. Uzun illər dediyim, yəni 4 ildir çıxdığı bir telefonun. Yəni dövrünə görə qəşəng kamera çəkilişləri var. Bu telefonda sevmədiyim bir şey var. Onu əslində istəyərdim kamerada danışım. Prosta videonun da boş keçməyini istəmirəm. 2 nəfər oradan düşür. Başqa da heç kim yoxdur. Hə. Kamerada heç sevmədiyim bir xüsusiyyəti var.
deyəcəm, bəlkə də siz də biləcəksiniz artıq. Bu telefonun 5x-i də var. Bildiyimiz kimi. Yəni zoom kamerası 5x-dir. Zoom kamerası 5x-dir. Amma gəl ki, şəkil çəkdikdə yox, hələ onun vaxtı deyil, çünki ona hazır deyiləm. Oradan oturur. Gördüm. Ağzının mərmisi çoxdur. Bunun mərmisi daha çoxdur. Mən telefonda isinmə yoxdur deyə bilirdim, amma telefonda isinmə bayağı varmış. Telefon fokusu itirmədə çox xahiş edirəm. Oy, telefonda çox dəhşətli dərəcədə isinmə var. Və ekran işıqlılığını azaltmağa başladı. %91. Zəhmət olmasa çəkin ki, mən bunu götürə bilim. 6x sanı. On dəqiqə olsun, ölçəcəm, əlim yanır. Aha. Çıx. Nə var? Heç nə yoxdur. I got supplies. Neyse, çantasını yiyeyim. Ops, bu nədir?
Bende artık şeyler var imiş. Bunları atak. Sunkada biraz yer boşaldıq. O əlim dəhşət dərəcədə yanır. Ne yalan deyim, əlimi tuta bilmirəm. Buranı ölçməliyəm. Mən sərin işlədiyini düşünürdüm. Amma ki temperaturları görürsünüz də 41'i. Yox, ən güclü buradadır. 41.5, 41.7, 0.8. Ekran şəğlalığıdakı polunu da amma azaltmağa başlayıb. Necə oldu? Mən güllə attım amma telefonda kasma yoxdur. Telefonda heç kasma yoxdur. Yəni bu istiliyin qarşısında heç kasma yoxdur. Bu əsas bu tin yandırır adamın əlini. Təbii ki, botdular. Prosta mən sizə əsas oyunun effektini göstərmək istəyirəm. Mənim başqa burada yanlış silah oldu. Ən zəhləm gedən motosiklet üçlü. Artıq 10 dəqiqə olub, qrafikləri dəyişək, yoxsa mənim əlim yanacaq. Akıcı. Həmişə bilin. Mən bunu öyrəndim, biraz gec də olsa öyrəndim ki, sən demə, telefon ən çox əslində elə akıcıda isinirmiş. Yəni ən aşağı qrafikdə, ən yüksək FPS-də telefon daha çox isinir. Amma əksinə olsa, məsələn, yüksək qrafikdə, aşağı FPS-də olsa problem olmur. İsinmə daha az olur. Tutulma daha çox ola bilər, amma isinmə daha az olur. Mənə burada vuracaqlar. Fişəncanı. Fişəyi kim atmışdı? Hardan atmışdı? Bir dəqiqə ekranı açım. Hə. Fişənci hardan atmışdılar? Fokusunu düzəltməliyəm mən. Hə. Mən fişəyi bilə bilmədim. Hardan atdılar, kim atdı, necə oldu?
Mərmi. Bax, bu yaxşı oldu. Əla oldu. Əla. Oh. Bu yox. Heç bilə bilmədim də o fişəngi kim atdı. Neçə dəqiqə olub? 13 dəqiqə. Mənim ops. Kaskını mahvettik adamın. Gir içeri. Qarşımdasan, bilirəm. Çox getmədin sən. M24 bunda idi. Fokusumuz düzünü göstərir, hə. Oyunda artıq 8x çıxmır. Ha, bizim qrafiklərimiz çox olduğu üçün mən bunu arada dəyişməliyəm. İndi mən sizə bir fərqi göstərmək istəyirəm. 41.9. Gördüyünüz kimi 42 olmayıb hələ də. Mən indi qrafiki dəyişirəm. Dengeliyə atdım, uyguladım. Artıq temperaturun düşəcəyini özünüz də şahid olasınız. Mən artıq buradakı istiliyi azaldığını hiss edirəm. İndidən azaldığını hiss edirəm. Yəni qrafikləri ən birincidən FPS-i yüksək olan beta super akıcı mod ki var idi. Oradan dəyişdim. Artıq mən telefonda yüngül də olsa sərinləmə hiss elədim. Ekrandakı parlaqlığı yenə qala bilər. Ya mənim əlim öyləşdi, ya da ki telefon artıq sərinləməyə doğru getməyə başladı. Yəqin ki drop atıb ya da atacaq. Baxın. Atmayıb atacaq. Atdı. Getdik dropa. Burada atışma idi. Oo, leşlərə bax. Oyunda kasma var.
Görə bilmirəm axı mən onu. Gördüm. Ekrandan çıxmışam bəlkə də. O qaçanı vurmadığım üçün peşman ola bilərəm. Burada bir fırlanım görüm hara getdi o. Ops. Grafik dəyişmə vaxtıdır. Ops, ops, ops. Oradan atdı. Oo, HD grafiklər çox qəşəngdir. Çox qəşəngdir. Əgər fikir verdinizsə, telefonda biraz kasmalar oldu. Ama HD grafiklerde olmadı bu. Harda oldu atışma? Aa, telefonda kasma var. Döyüşə mən də qatılmalıyam. Ben de varım, gel lan. Top kara. Herkesi sen vurdun değil mi kardeşim? Seni de ben vurdum. Telefon kasmaktan öleceği. Tıs. Tınmaz. Görmürəm, hələ də görmürəm. Bu biri. Oo. Mən mərmi götürə bilmirəm hər dəfə. Mərmi.
Öldü ha, Mr. Enes. O tepədəki sniper canı. Sen öldün. Öldün. Hı. Mənə mərmi lazım değil mi? Mənim tam mərmim qalmayıb. Deyəsən gördüm onu. Telefon çox kasır. Temperatura baxmalıyam. 42.4. Mən yanılmışam. HDR-ə keçmək vaxtıdır. Telefon çox gözəl göstərir. Adam bu görünüşə məəttəl qalır. Amma kasma var da. Maşını minək gedək. Alan ortalayaq. Maşın yanır. Çıxmalıyam yuxarı. Kölgələr, rənglər çox gözəldir. Amma kasma var telefonda. FPS sayarım işləmir. FPS sayar qoşa bilmirəm yəni. Kaş qoşardım amma. Arada droplar itir, yenidən başlayır. Məncə bunlar aşağıda idilər. Bir bura baxmalıyam. Bu hissələri mən məcburam tez-tez keçəm ki, siz belə yorulmayasınız. Hardasınız? Harda daxı bunlar? Çox güclü pusucular var deyəcəkdim. Yerini itirmə Bəxtiyar. O telefon çox kasır.
Son bir nəfər. Əsas pil maraqlıdır bizə. Pili özüm göstərmirəm ki, hər zaman 10 dəqiqədən bir göstərirdim, amma bu səfər göstərmirəm. Ağa, bu tək adam hardadır? Pusma da. Mən də pusacam. Otuz dəqiqədir oynayırıq. Adamı hələ də görmürəm. Siz mənə rəylərdə bildirin də zəhmət olmasa. Mən videoları tam olaraq atım, yoxsa arada kəsə-kəsə atım. Necə sərf eləyər sizə? Bu bot olar, axırda öz-özünə ölər. O da əziyyət boşa gedərik. Bu burada idi də. Bu biri. Ha, dedi. Ay, ölmədi ki ha. Bu qədər mərmiyə var. Sən çıxarsan da əvvəl-axır oradan. Alana düşmə bircə. Vay, Tayfun'a ne oldu ya? Yaman gizlənmiş də. You're the best. Hə. Deməli belə. Dəqiqəmiz nə qədər? 31:10. Biz bunu 32 də saya bilərik. Çünki mən arada yadımdan çıxartmışdım. İndi gələk əsas məsələ pilimiz. Ümumi telefon 38 dəqiqədə video çəkir. Yəni bu telefon 38 dəqiqədə 94% pillə başlamışdı bu videoya. 76. 18%. 18% təbii ki, çoxdur. Təbii ki, çoxdur 5000 mAh-ə, amma dövrünü nəzərə alsaq, dövründəki telefonlar indiki 5000 mAh-lər hardasa 11%, 12% pil xərcləyir, yəni 6-7% çox da böyük bir rəqəm deyil. Sonuncu isimliyə də baxaq. Yəni ən maksimum 42.5-i gördük. Belə. Gecəniz xeyrə qalsın, özünüzdən müğayət olun. Sağ olun. Kanala abunə olub like atmağı qəti şəkildə unutmayın.